Səhhətində yaranan problemə görə xəstəxanaya müraciət eləmək yerinə qohum-qonşu arasında tibb bacısı kimi tanınanlara üz tutan vətəndaşlar arasında bədbəxt hadisə ilə qarşılaşanların sayı günü-gündən artmaqdadır. Səhiyyə Nazirliyinin mütəxəssisi Zakir Quliyev belə deyir. Onun sözlərinə görə həmin tibb bacıları bəzən ev şəraitində sadə tibbi prosedurları yerinə yetirmək, ilkin yardım göstərmək və hətta müəyyən xəstəliklərə qarşı dərmanlar yazmaq kimi xidmətlər təqdim edirlər. Vətəndaşlar isə bu cür yanaşmanın ciddi risklərini və fəsadlarını nəzərə almırlar. Evdə xidmət göstərilir. Yəni burada əlinin altında heç bir digər dərmanların yox. Burada xəstənin ağırlaşarsa, bunu entubasiya tənəffüs aparatına bağlama ehtiyacı varsa və ya da başqa bir hər hansı bir şey varsa, heç bir avadanlıq yoxkən insanlar bu riskə necə gedir? Belə hadisələr az deyil. Bizə müraciət edən bəzi xəstələr olur ki, xüsusən sistemdən sonra vəziyyətinin ağırlaşması, bəzən damar yolunu qoyurlar ki, damar yolundan sonra xəstənin qolunda trombun yaranması və ya da yerli infeksiyaların yaranması və ya ciddi reaksiyaların yaranması mümkündür. Zakir Quliyevin sözlərinə görə icbari tibbi sığorta tətbiq olunana qədər vətəndaşlar xərcləri az olsun deyə çıxış yolunu evdə müalicə almaqda görürdülər. Bir müddət sonra isə artıq bu vərdişə çevrildi. Həm yanımdadır, həm də onu daver eləyirəm. Yanımdadır da pastan. Mən oturum maşına harasa, skorun çağırında gec gəlir. Hələ bu yanımdadır da, qonum-qonşu yanımdadır. Mənim üçün yox, elə cəmiyyətdə 90% insanlar üçün belə rahatdır. Biz tanıyırıq ki, bu medsestrada olanı qutarıb, gözəl də iynə vurur, sistem köçürdür. Bizim üçün çox rahat. Yəni, normalda xəstəxanaya daha böyük bir problem olanda gedirlər. O qədər də böyük problem olanda evə tibb bacısı çağırırlar. Daha rahat olur. Daha yaxında imkan çatdığı qədər kim yaxındasa ona müraciət edir. Tibb bacısı olsa tibb bacısına, yaxında poliklinika varsa poliklinika, həkimə. Mütəxəssis bildirir ki, çox vaxt vətəndaşlar sadəcə özəl kurslarda qısa müddət dərs keçərək sertifikat alan, yaxud kimlərdənsə iynə vurmaq, sistem köçürməyi öyrənənlərə də etibar edirlər. Xəstəliyin ağırlaşması, ciddi infeksiyaların, ürək və damar problemlərinin yaranması da əksər vaxtlarda bu cür hallardan sonra başlayır. Bəzən vurğulayırlar ki, mən neçə ildir sistem qoşduram, evdə heç bir sıxıntı olmur. Yəni, hadisə bir dəfə olur. Yaxın zamanda bildiyiniz kimi Azərbaycanda bir uşağa evdə anası iynə vurması nəticəsində də uşaq dünyasını dəyişmişdi. Biz bunu görürük ki, xəstələr ev şəraitində təəssüf olsun, kiçik cərrahi əməliyyatlar bir icra olunanlar var. Nədir bunlar? Dırnağın çıxardılması ola bilər, evdə hər hansı tikişin, yaranın işlənilməsi ola bilər, tikişin atılması ola bilər. Yəni, bunların belə ev şəraitində olduğunu çox təəssüflər olsun ki, görə bilirik biz. Qeyd eləyək ki, aldıqları tibb təhsili Elm və Təhsil Nazirliyi eyni zamanda Səhiyyə Nazirliyi tərəfindən qəbul edilən tibb bacıları müvafiq tibb idarələrində fəaliyyət göstərə bilərlər. Ev şəraitində bu tibb təhsilini əsas gətirərək fəaliyyət göstərmək qadağandır.